Salam əziz izləyicilər, ünvanımız Marneulidə olan 6 nömrəli məktəblə üst börü-börə dayanmaqdadır. Bugün sizlərə avtomobilinizin təhlükəsizliyi üçün ən vacib mövzulardan biri olan əylət diskinin şlipovkası haqqında danışacağam. Bir çox sürücü elə düşünür ki, əylət zamanı sükanın titrəməsi, səs gəlməsi və ya avtomobilin düzgün saxlamaması yalnız əylət bəndlərindən qaynaqlanır. Halbuki əksər hallarda problem əylət diskinin səthində yaranan nahamarlıqlar, qızmadan əmələ gələn dalğalanma və deformasiyadır. Şlipovka nədir? Şlipovka xüsusi dəzgah vasitəsilə əylət diskinin səthində dəqiq şəkildə hamarlanması prosesidir. Bu zaman diskin səthindəki cızıqlar və nahamarlıqlar aradan qaldırılır. Disk yenidən bərabər səthə malik olur və əylət bəndləri disklə tam təmas qurur. Şlipovkadan sonra əylət daha rahat və dəqiq işləyir. Sükanın titrəməsi azalır və ya tamamilə yox olur. Əylət zamanı gələn xoşagəlməz səslər aradan qalxır. Bundan əlavə əylət bəndləri daha hamar diskdə daha düzgün işləyir və daha uzun müddət xidmət göstərir. Amma unutmayın, hər disk şlipovka edilmir. Əgər diskin qalınlığı istehsalcının göstərdiyi minimum həddən aşağıdırsa, üzərində çat və ya ciddi zədə varsa, təhlükəsizlik üçün mütləq yenisi ilə əvəz olunmalıdır. Biz hər avtomobili əvvəlcə yoxlayır, ölçür və yalnız təhlükəsizlik standartlarına uyğun olduğunda şlipovka edirik. Bizim üçün ən vacib məsələ müştərinin təhlükəsizliyidir. Əgər avtomobiliniz əylət zamanı titrəyirsə, pedal vurursa, səs gəlirsə və ya əylət əvvəlki kimi tutmursa, problemi böyütmədən yoxlatdırın. Vaxtında edilən diaqnostika sizi daha böyük xərcdən və təhlükəli vəziyyətlərdən qoruya bilər.